Bayrağımız uğrunda canı bahasına döyüşən Azərbaycan hərbiçilərindən daha bir nəfər 2 gün öncə Goranboy istiqamətində gedən döyüşlər zamanı öz şərəfli peşəsini yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib və qəhrəmancasına şəhid olub. 27 yaşlı Səbuhi Musayev ötən gün uğrunda canından keçdiyi torpağa tapşırılıb. Şəhidlə vida mərasimində izdiham yaşanıb. İnsanlar şəhidlər ölməz, vətən bölünməz şüarı səsləndirərək Səbuhi Musayevi son mənzilə uğurlayıb. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər ölməz, vətən bölünməz. Türkiye temsalı rahmet eylesin. Gün o gün olsun, Qarabağlı bayrağımız uçalsın. Vətən sağ olsun. Gün o gün olar ki, bayrağımızı öz torpaqlarımıza alıb Yerevana taxarıq, nəinki bərlilərə. Vətən sağ olsun. Şəhid Səbuhi Musayev yaşadığı Bərdə rayonunun bu Əhmədli kənd qəbirstanlığında dəfn edilib. Silahı! Doldu! Ateş! Doldu! Ateş! Doldu! Ateş! Şəhidin tabutu üzərinə sərilmiş 3 rəngli bayrağımız atasına təqdim edilib. Kübra Bayramova, Şamxal Cəliloğlu, Səs TV, Bərdə.